Azərbaycanın COP29 ev sahibliyi uğurlu olacaq. Son illər bir sıra tədbirlərin Bakıda keçirilməsi bu şəhəri dünyanın ən vacib müzakirə platformalarından birinə çevirib. Bu barədə Dubayda davam edən COP28 tədbirinin iştirakçıları bildiriblər. Onların fikrincə Azərbaycanda təşkil olunacaq COP29 iqlim dəyişikliyinə dair bir sıra məsələlərin həllinə töhfə ola bilər. Azərbaycanın COP29-u təşkil edəcəyindən çox məmnunam. Düşünürəm ki, siz bir çox vacib və perspektivli məsələləri masaya qoyacaqsınız. Bu da öz növbəsində iqlim dəyişikliyi problemlərinə töhfə olacaq. İsraildə xalqıma da deyirəm ki, gələn il Bakıya böyük heyətlə getməliyik. Azərbaycanda keçiriləcək COP29-a İsrailin iqlim innovasiyasını aparmalıyıq. Fikrimcə, Azərbaycandakı COP29 təbii yanacaqlara alternativ həll yolunu tapa biləcək. Biyo yanacaq, külək enerjisi, hidro yanacaq və digər alternativlər kimi. Və sonra da karbonu torpağa qaytarmaq. Kənd təsərrüfatının başlanğıcından indiyədək torpaqdan 600 gigatondan çox karbon çıxarılıb və qalıq yanacaqdan 4050-si barədə qarantiya verə bilmərik.